2026-cı il mayın 22-sində məhkumların Novosibirskdən Yekaterinburg şəhərinə mərhələli şəkildə köçürülməsi həyata keçirilib. Yekaterinburg penitensiar xidmətinin rəhbərliyi asayişin pozulması riski ilə əlaqədar Dustaq qrupunu əvvəlcə qəbul etmək istəməsə də, Moskvadan daxil olan birbaşa göstərişdən sonra xüsusi etap qatarı yola düşüb. Həmin vaxt qanuni oğru Rəşad Gəncəli ilə eyni qatarda olan dustaqlardan birinin verdiyi məlumata əsasən, Rəşadın ətrafında təhlükəsizlik tədbirləri olduqca ciddi şəkildə təşkil edilibmiş və yanına yaxınlaşmaq demək olar ki, qeyri-mümkün olub. Lakin Nihat Qəbələlinin maneələrə baxmayaraq, Rəşadın saxlanıldığı Voronoka daxil olduğu bildirilir. Söhbət zamanı Nihat ona öz yolunu seçdiyini, İslamı qəbul etdiyini və yalnız dini qaydalarla hərəkət etdiyini bəyan edib. Rəşad da öz növbəsində namaz qıldığını və oruç tutduğunu deyib və digər məhkumların eşidəcəyi şəkildə bu ifadələri səsləndirib. Qoy hər kəs bilsin, Nihat mənim doğma qardaşımdır. Kimin ona qarşı nəsə bir sözü olsa, bilsin ki, qarşısında məni görəcək. Qatar Yekaterinburqa çatanda isə vağzalda fərqli təhlükəsizlik tədbirləri görülüb. Məhkumları qarşılamaq üçün 50-yə yaxın silahlı OMON əməkdaşı Voronoku mühasirəyə alıb. Bunu görən Rəşadın təəccüblə, Nihat, sən neynəmsən ki, səni belə qarşılayırlar sualına, Nihat, məni hər yerdə belə qarşılayırlar. Öyrəşmişəm, cavabını verib. Yekaterinburg həbsxanada olan avtoritetlər və məsul şəxslər Nihatı rəsmi olaraq qanuni oğru statusunda qarşılasa da, Nihat onlara müsəlman olduğunu, yalnız Allahın qanunları ilə yaşadığını və hər kəsə öz sözünü deməyə hazır olduğunu qətiyyətlə bildirib. Həmin dövrdə Yekaterinburg zonalarında ciddi gərginliyin olduğu qeyd edilirdi. Rusiyada zonların böyük hissəsində vəziyyətə nəzarət edən Rus əsilli Sezar ləqəbli qanuni oğru Viktor Nikolayeviç Jarinov. Добрый день, ваша фамилия, имя, отчество. Жарин Виктор Николаевич. Число, месяц, год рождения. 23-83. Уроженец какого города? Sezarla Nihat arasında çox yaxın dostluq münasibətlərinin olduğu bildirilir və məhz buna görə də o, Nihatı hörmətlə qarşılayıb. Yekaterinburg cəza çəkmə müəssisələrinin bir neçəsini isə Giya Sverdlovski ləqəbi ilə tanınan qanuni oğru Georgi Akoyev nəzarət edir. Представьтесь. Акоев Георгий Михайлович. Число, месяц, год рождения. 25.06.83. Lakin son zamanlar Giya ilə Nihat Qəbələli arasında ciddi münaqişələrin və gərginliyin baş verdiyi bildirilir. Nihat Qəbələlinin öz düşmənlərini cəzalandırdığı, kriminal jargonla ifadə etsək, onları sındırdığı və bunu heç kimdən gizlətmədən tamamilə açıq-aşkar şəkildə etdiyi bildirilir. Lakin Nihatın bu nüfuzu, nümayiş etdirdiyi dini mövqeyi və bölgədəki aktivliyi türmə rəisini ciddi şəkildə narahat edib. Cəmi 10 gün sonra Yekaterinburg rəhbərliyi asayiş və idarəetmə risklərini nəzərə alaraq Nihatı bu regionda saxlamaqdan imtina edib və onun təcili şəkildə yenidən Novosibirskə geri qaytarılması barədə qərar qəbul edilib. Hazırda Nihat Qəbələli Novosibirskdə tək qapalı kamerada saxlanılır və onun bütün əlaqələri məhdudlaşdırılıb.